Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugünkü tortumuz Napolyon tortudur. Hazırlama qaydasını sizlərlə bölüşürəm. Bildiyiniz kimi Napolyon tortu fərqli bir reseptlərdə hazırlanır. Müxtəlif reseptdə hazırlamaq olur. Kanalımda paylaşmışam Napolyon tortunun fərqli reseptdə hazırlama qaydasını. Bugünkü Napolyon tortuna isə lazımdır biz üçün burada 6 stəkan un, yarım kiloqram yağ. Deməli, yağı süzgəcdən keçirib, unla qarışdırıb un masalına gətirirəm. Daha sonra 3 ədəd yumurta, yarım stəkandan biraz az soyuq su və yarım çay qaşığı limon duzu. Bunları bir-birinə qarışdırıb, unumuzun üzərinə əlavə edirəm və xəmiri bir yerə toparlayıram. Gördüyünüz kimi xəmiri bu qaydada bir yerə toparlayıram. Ümumiyyətlə Napolyon tortunu bulka xəmiri kimi xəmirini yoğurmaq olmaz. Sadəcə çalışmaq lazımdır ki, bir yerə toparlasın xəmir. Xəmiri tam hazır eləyəndən sonra 8 kündəyə ayırıram burada və kündələri 2 saat soyuducuda gözlədirəm. Təbii ki, Napolyon xəmiri eləyəndə axşamdan da eləmək olur, səhərə qədər soyuducuda saxlamaq olar. Mən sadəcə burada 2 saat gözlətdim, kifayət elədi. Daha sonra yuxaları yayıb, əvvəlcədən qızdırılmış, 170 dərəcədə qızdırılmış sobada bişirirəm. Müştərinin istəyini nəzərə alaraq bugünkü Napolyon tortunu kvadrat formada hazırladım. Deməli, yuxanı yaydıqdan sonra listə yerləşdirirəm. Daha sonra formasını verib kəsirəm və sobaya yerləşdirirəm. Deməli, hər kündənin ətrafında qalan o artıqlar da ovuntu eləyib tortun üzərinə istifadə eləyəcəm. Bu gedişlə 8 gündən 8-ini də yayıb bişirdim və kremləmə qaydasını göstərim. Deməli, tort bir-bir yuxaları kremləyirəm. Mən burada kremlədikdən sonra bir gün tortu saxladım. Daha sonra səhəri tortun qıraqlarını daha səliqəli olması üçün yenidən biraz kəsdim, forma verdim. Tortu kremləyirəm. Yuxalar o qədər gözəl yuxa alınıb ki, həqiqətən inanın ki, ələ götürəndə elə bir qırılır yuxalar. O qədər kövrəkdir ki, hətta belə qırılırdı arada yuxalar. Yenə elə olsa belə problemi yoxdur. Yenə çətin olmur kremləməkdə. Yəni tam kremlədim tortun hamısının üst-üstə yuxaları, amma axırıncı yuxanı elə bil yuxanı tərsinə çevirirəm. Tortun üzü düz olmasının üçün tərsinə çevirib kremləyirəm və sonda ovuntu ilə tortumuzun üzərini örtürəm. İnşallah siz də hazırlayarsınız. Burada mən kremin sizə göstərmədim hazırlama qaydasını. Çünki kanalımda kremin hazırlama qaydasını paylaşmışam. İstəsəniz buyurub baxa bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. İnşallah yeni reseptlərlə, yeni videolarla kanalımda görüşənədək.